Salam, əziz tərəzilər və yüksələn bürcü tərəzi olanlar. Göy üzünün ən zərif, ədalətli, harmoniyaya aşiq və estetik duyğuları ilə ətrafına hər zaman gözəllik yayan hava qrupunun xüsusi nümayəndələri, həftəlik audio proqnozunuza xoş gəlmisiniz. İyun ayını geridə qoyub, iyulun o enerjili, parlaq və isti günlərinə addım attığımız bu keçid həftəsində planetlər sizin üçün tarazlığı bərpa etmək, şəxsi münasibətləri nizamlamaq və daxili hüzurunuzu tapmaq adına çox gözəl fürsətlər hazırlayıb. Sizin idarə edici planetiniz, sevgi və gözəllik ilhaməsi olan Venera bu həftə kifayət qədər aktivdir. Bu isə o deməkdir ki, cazibəniz, diplomatiya qabiliyyətiniz və insanları anlamaq bacarığınız pik nöqtəsinə çatacaq. Həyatınızda qərarsızlıq yaşadığınız, tərəzinin gözünü hansı tərəfə əyəcəyinizi bilmədiyiniz mövzular varsa, bu həftə göy üzü sizə lazımi aydınlığı bəxş edəcək. İndi isə gəlin, rahatca əyləşin, çayınızdan və ya qəhvənizdən bir qurtum alın və bu 7 günün sizə gətirəcəyi kosmik mesajları günbəgün səmimi şəkildə dinləyin. Həftəyə 29 iyun bazar ertəsi günü ilə başlayarkən, diqqətiniz və enerjiniz daha çox karyera, sosial status və gələcək hədəfləriniz üzərində cəmlənəcək. Ayın mövqeyi sizə peşəkar fəaliyyətinizdə özünüzü göstərmək və liderlik keyfiyyətlərinizi nümayiş etdirmək üçün güclü stimul verir. İş yerində rəhbərliyin diqqətini çəkə bilər, yeni bir layihənin təqdimatını uğurla edə bilərsiniz. Tərəzi bürcünün o fitri diplomatiya və ədalət hissi bugün iş mühitində yarana biləcək xırda gərginlikləri elə beşikdəcə boğmağa kömək edəcək. İnsanlar arasında vasitəçi olmaq, ortaq məxrəc tapmaq bugün məhz sizin öhdənizə düşə bilər. Lakin şəxsi həyatınızla iş həyatınız arasındakı balansı qorumağa çalışın və işə çox qapanmaq evdəki doğmalarınızın xırda gileylərinə səbəb ola bilər. Axşam saatlarında ailənizlə və ya tərəfdaşınızla keçirəcəyiniz qısa, amma səmimi bir vaxt günün bütün yorğunluğunu üzərinizdən götürəcək. 30 iyun çərşənbə axşamı, iyun ayının bu son günündə zehniniz tamamilə gələcəyə yönələcək. Sosial çevrəniz, dostlarınız və daxil olduğunuz qruplarla ünsiyyətiniz xeyli canlanır. Bugün vizyonunuzu genişləndirəcək, sizə yeni qapılar açacaq insanlarla qarşılaşa bilərsiniz. Maliyyə məsələlərində də çərşənbə axşamı maraqlı fürsətlər vəd edir. Uzun müddətdir planlaşdırdığınız, lakin cəsarət etmədiyiniz bir investisiya və ya alış-veriş mövzusunu yenidən nəzərdən keçirə bilərsiniz. Ağlınıza gələn yaradıcı ideyaları mütləq bir kənara qeyd edin, çünki onlar yaxın gələcəkdə sizə maddi qazanc gətirə bilər. Şəxsi həyatda isə subay tərəzilər üçün dost məclislərində və ya onlayn platformalarda intellektual tərəfi güclü olan, sənətə və estetikaya maraq göstərən biri ilə yolları kəsişə bilər. Münasibəti olanlar üçün isə gələcək ortaq planlar qurmaq adına çox harmonik bir gündür. Və budur, 1 iyul çərşənbə günü ilə iyul ayına rəsmi olaraq addım atırıq. Yeni ayın ilk günü sizin daxili dünyanızda, ruhunuzda bir yenilənmə dalğası yaradır. Bugün biraz təkliyə çəkilmək, özünüzlə baş-başa qalmaq və meditasiya etmək istəyə bilərsiniz. Göy üzü sizə deyir ki, xarici dünyadakı xaosdan bir anlıq uzaqlaşıb, öz daxili səsinizə qulaq asmaq vaxtıdır. Ruhən nəyə ehtiyacınız var? Sizi yoran, enerjinizi tükədən hansı düşüncələri və ya insanları geridə qoymalısınız? İyulun ilk günü bu sualların cavabını tapmaq üçün mükəmməldir. Eyni zamanda, yaradıcılıq və yazı pozu işləri ilə məşğul olan tərəzilər üçün bu çərşənbə günü ilham pərləri iş başında olacaq. Sağlamlıq baxımından isə bədəninizin siqnallarına diqqət yetirin, yuxu rejiminizi nizamlamaq və ruhunuzu dincəltmək bugün ən böyük prioritetiniz olmalıdır. 2 iyul cümə axşamı günü kosmik arenada biraz gərgin açılar formalaşır və bu, birbaşa sizin ünsiyyət və yaxın əlaqələr sahənizə təsir edə bilər. Bugün tərəfdaşınızla, ailə üzvlərinizlə və ya yaxın dostlarınızla münasibətlərdə bəzi anlaşılmazlıqlar, ego qarşıdurmaları yarana bilər. Qarşı tərəf sizdən daha çox diqqət tələb edə bilər və ya siz onların bəzi hərəkətlərini tənqidi qəbul edə bilərsiniz. Tərəzinin o məşhur, hər kəs məmnun olsun instinkti bugün sizi biraz yora bilər. Unutmayın ki, hər kəsi eyni anda xoşbəxt etmək məcburiyyətində deyilsiniz. Sərhədlərinizi nəzakətlə, lakin qətiyyətlə qorumağı öyrənmək bugünün ən mühüm dərslərindən biridir. Sənədlərlə işləyərkən, mesaj yazarkən və ya mail göndərərkən sözlərinizi 2 dəfə yoxlayın, səhv başa düşülmə riskiniz yüksəkdir. Soyuqqanlı olun və gərginliyin keçici olduğunu bilin.
3 iyul Cümə günü gökyüzünün enerjisi tamamilə yumşalır və sizin o enerjili, şən və cazibədar tərəfinizi yenidən ortaya çıxarır. Veneranın bəxş etdiyi möhtəşəm dəstək sayəsində Cümə günü sizin üçün əsl sevgi, gözəllik və şəxsi baxım gününə çevrilir. Əgər imicinizi dəyişmək, saç kəsimi etmək və ya qarderobunuzu yeniləmək istəyirsinizsə, bugün ideal zamandır. Etdiyiniz hər bir estetik toxunuş sizə inanılmaz bir yaraşıq verəcək. Şəxsi münasibətlərdə isə küsürlükləri barışdırmaq, inciklikləri unutmaq üçün kosmos sizə yaşıl işıq yandırır. Partnyorunuzla birlikdə romantik bir axşam keçirə bilər, hisslərinizi ən poetik şəkildə ifadə edə bilərsiniz. Subay tərəzilərin isə bugün ətrafa yaydıqları maqnit enerjisi o qədər güclü olacaq ki, heyranlıq dolu baxışları üzərinizdə hiss etməmək qeyri-mümkündür. Həftə sonuna daxil olduğumuz 4 iyul şənbə günü enerjinizi evinizə, ailənizə və yaşam məkanınıza yönəldəcək. Evinizdə vizual bir harmoniya yaratmaq, bəlkə də əşyaların yerini dəyişmək, interyerə kiçik, zərif bəzək əşyaları əlavə etmək ruhunuzu qidalandıracaq. Siz vizual gözəllikdən enerji alan bir bürçsünüz, ona görə də ətrafınızın nizamlı və estetik olması daxili dünyanıza da birbaşa hüzur gətirəcək. Şənbə günü həm də yaxın dostlarınızı evinizə qonaq çağırmaq, birlikdə xoş, intellektual söhbətlər aparmaq və ləzzətli yeməklər dadmaq üçün çox gözəldir. Sosial tərəfiniz bugün sizi tənha qoymayacaq və sevdiyiniz insanların əhatəsində olmaq sizə mənəvi güc verəcək. Nəhayət, 5 iyul Bazar günü, həftənin son günündə kosmik enerjilər sizi gələn həftənin maddi və mənəvi planlamasını etməyə dəvət edir. Bazar gününün sakit ab-havasında büdcənizi nəzərdən keçirmək, qarşıdakı günlərdə görüləsi işlərin siyahısını hazırlamaq daxili qərarsızlıqlarınızı tamamilə yox edəcək. Axşam saatlarına doğru özünüzü gələcəyə daha inamlı, stabil və daxilən balanslaşdırılmış hiss edəcəksiniz. Bu həftə qarşılaşdığınız xırda gərginlikləri necə ustalıqla idarə etdiyinizi fərq edib özünüzlə qürur duyacaqsınız. Xülasə, əziz tərəzilər, 29 iyun, 5 iyul həftəsi sizin üçün həm münasibətlərdə balansı tapmaq, həm də daxili və xarici dünyanızda gözəlliklər yaratmaq dövrüdür. Həyatın ritminə güvənin, qərarsız qaldığınız anlarda ürəyinizin səsinə qulaq asın. Özünüzə inanın, o zərif işığınızı ətrafınızdan əskik etməyin. Növbəti həftələrdə yenidən görüşənədək özünüzə çox yaxşı baxın, ulduzunuz hər zaman parlasın. Bugünlük proqnozumuz bura qədər, əziz dinləyicilərimiz. Ümid edirəm ki, ulduzların bu həftəlik hərəkəti həyatınıza bol harmoniya, sevgi və hüzur bəxş edəcək. Hər anınızın dəyərini bilin və daxili tarazlığınızı qorumaqdan əl çəkməyin, hələlik.